gün biz ölkələr və millətləri, onların millətləri haqqında, adları haqqında məlumat verəcəyik. Birincisi Türkiyə, country's name, ölkə adı Türkiyə, nationality, Turkish, milliyyət, nationality, milliyyət deməkdir. By the way. İkincisi America, United States, yəni American, milliyyət olaraq. Növbəti Britaniyadır, United Kingdom adıdır. British'də millətin adıdır. Germany ölkənin adıdır. Almanya, German millətin adıdır. İran, İran ölkəsidir. Iranian, İranlı deməkdir. İraq ölkə adıdır. İraqi, İraqlı. Japan ölkə, Yaponiya. Japanese, Yapon. Pakistan ölkə, Pakistani, Pakistanlı. Russia, Rusiya, Russian, Rusiyalı. South Africa, Cənubi Afrika, South African, Cənubi Afrikalı.